Eyvaz, xoş gəlmisən. Çox sağ olun, xoş gördük. Mən istəyirəm biraz futbolun üzü qara tərəflərinə səninlə səyahət eləyək və mən bilirəm ki, sən müxtəlif sahələrdə oxumalar edirsən və sosial, ictimai məsələlərlə də maraqlanırsan. Mən istəyərdim ki, biraz futbolu bu baxış prizmasından da mübahisələndirək, müzakirələndirək. Yəni futbol bu gün hara gedir və sən qıraqdan müşahidə edəndə düşüncə insanı kimi futbolun taleyini necə görürsən? Bu yaxınlarda elə sizin bir buraxılışınızda futbol triyəçdi mövzusu keçmişdi. Əslində o bir qədər kontekstdən çıxarılma fikirdir. Çünki orada mən belə bildiyim qədərilə şəriət onu deyir ki, əgər bu gün meydanlarda əzilənlərin səsi daha doğrusu tribunadakı gələn səslər əzilənlərin səsini batırırsa, o zaman futbol triyəçdir. Maraqlıca o bildiyimiz kimi Marksın məşhur din triyəçli fikrinə bir növ allüziya eləyib. Bu arada elə bir qədər haşiyə çıxım. O din triyəçli fikri özü də bir qədər kontekstdən çıxarılmalıdır. Çünki orada Marks onu mənfi mənada heç deməyib. Davamında hətta din ruhsuz toplumlara ruh verir. Yəni bir növ ümid, inanc aşılayır bu baxımdan. Amma həm də bu ruhsuz toplumlara ruh verməsi məqamı o əli şəriətinin də biraz mövqeyinə uyğundur. Yəni üsyankar təbiətinə, dinin daha çox azad edici üsyankar təbiətinə. Yəni məncə o Marksın o yanaşması ilə, yəni əli şəriətin mövqeyi bir qədər ortaqdır. Həmçinin futbolu da elə əli şəriəti belə deyək, əgər xalqın səsi olursa, bu baxımdan triyək olmaqdan çıxır, xalqın oyunu halına gəlir. Yox, yəni kütləvi hipnoz vasitəsidirsə, bu zaman artıq triyək funksiyası daşıyır. Bu baxımdan yəni futbol bugün bildiyimiz kimi artıq kommersiya daha çox aləti olub. Həmçinin elə müasir, məsələn, son VAR sisteminin tətbiqi, daha sonra toplarda bunların özün belə, məsələn, sosial fəlsəfədə oxusan postmodernizmdə səhv eləmirəmsə, Bordiyarın yanaşmasındaydı ki, məsələn, o bildirir ki, sirkulyar Simulyasiya və simulyak. Bəli, simulyasiya nəzəriyyəsinə əsasən futbol artıq adi təbiiliyindən çıxıb və ümumi bir image halına gəlib. Yəni belə qıraqdan izləyici belə oyuna baxdıqda artıq sanki özünü oyunun içində görür, amma əslində oyunu yaşamır. Yəni bir növ süni simulyasiya yəni yaradırlar, süni ehtiraslar formalaşdırırlar. Və buna uyğun əks bir arqument məsələn Camus'un yanaşmasını deyərdim. O Camus yəni bildiyimiz kimi qapıcı olub və o əxlaqdan öyrəndiyim hər şeyi futbola borcluyam deyir. Çünki futbolda da həyatdakı kimi top hardan yəni gələcək bilmirsən. Yəni həyatın absurdluğu, amansızlığı, amma buna rəğmən yenə də mübarizə aparmaq, indi sizifvari bir qədər absurdizmə rəğmən mübarizə aparmağa davam etmək. Mən özüm bunu açığı deyim bu il elə məktəb təcrübəmdə yaşadım. Uşaqlarla demək olar hər həftə, hətta bəzən hər gün futbol oynayırdıq. Qışda biraz mövcud vəziyyətə görə yağış yağdı da filan alınmırdı, amma qalan vaxtda demək olar hər gün oynayırdıq və futbol oynayanda özüm çox maraqlı şeylər kəşf elədim. Özümü yenidən bir özə dönüş yaşadım. Çünki uşaqlıqda mən də məktəbdə oynayırdım, gözüm doymurdu, gəlirdim, yenə evdə oynayırdım. Özü də bir maraqlı məqam da qeyd edim. Bunu da bu il kəşf elədim ki, 10 il əvvəl mənim məktəbli olduğum dövrdən bura dəyişməyən iqtisadi bir reallıq var ki, uşaqların topu yoxdur, şəxsi topları olmur. Bu hələ də eyni problem kimi qalır. Məktəb vaxtı məndə də idi və indi də uşaqların birisi ona soruşam, topları olmur və mən ona əslində alternativlər düşünürdüm. Məsələn, həyətdə oynayanda meyvələrlə oynayırdım, nar, heyva. Evdə isə dəhlizdə corabları iç-içə toplayıb oynayırdım və yəni alternativlər düşündüm. Bu mənim əslində bir qədər fantaziyamı da inkişaf elətdirirdi. Yəni alternativlər düşünmək və s. Məsələn, mən onlara həm də öz beynimdə olan əxlaq fəlsəfəsini aşılamağa, yəni aşılamaq dedikdə daha doğrusu ən azı öz nümunəmdə yəni göstərməyə çalışırdım. Məsələn, hər zaman onlara qeyd edirəm ki, mənə görə iki ayıb anlayışı var. İnsanın bir özü olmaması, yəni cəmiyyətin qoyduğu stereotiplərlə getmək, bir də hədd aşmaq. Çünki bütün pis şeylər hədd aşmaqdan türür. Yəni müəyyən bir hədd olmadıqda, artıq insan öz gücünü nəzərə almadıq, belə gücün limitlərini aşdıqda və s. yəni bildiyimiz məşhur elə bu gün bizim də bir ümumi sosial olaraq əziyyət çəkdiyimiz bir çox şeyin əsl səbəbi və yəni bu iki ayıb var. Futbolda meydanda olan oyun bu baxımdan azad edici bir şeydir. Yəni mən özümü açıq deyim, sırf özümdən götürüm, özümü daha çox
ən yaxşı özüm kimi azad şəkildə elə meydanda hiss eləyirdim. Orada məsələn ayıb anlayışını qoyurdum kənara. Yəni məsələn yıxılırdım bəzən, yerdə sürünürdüm filan. Yəni bu həm bir mübarizə şeyini onlara göstərməyə çalışırdım. Həm də onu göstəriş üçün bu arada yəni etmirdim. Yəni özümü rahat buraxırdım sadəcə. Yəni rahat Özün də belə bir adamsan deyə. Yəni olmağa çalışıram. Əslində futboldan kənarda əslində tam o qədər ola bilmirəm. Meydanda daha çox oluram nəinki. Amma o da bir vasitə, bir növ özümü özümlə qarşılaşdırırdı əslində. Yəni mənim özüm üçün bir mübarizə, özümü tanıma vasitəsi idi sanki və yəni özümü yenidən kəşf edirdim sanki. Uşaqlara da bunu deyirdim ki, öz simamda yəni göstərin və siz də belə yəni çalışın bundan daha yaxşı olmalısınız. Çünki yeni nəsil, hər yeni gələn nəsil daha potensiallıdır özündən əvvəlkindən. Əlbəttə. Yəni onu aşıb keçməlidir. Bir növ Nietzsche fəlsəfəsinə uyğun olaraq, yəni aşıb keçmək. Həyat futbola çox oxşuyur da. Bəli, yəni məncə və həyatda yəni futbol Xüsusilə arzu modeli kimi düşünsək, məsələn cərimə zərbəsi ya da 11 metrlik penaltilər arzunun ən qısa halı kimidir bir formada. Yəni sən o anda məsələn penaltidə qol olma ehtimalı yüksəkdir deyə və olan ən qısa arzun və bizim üçün arzunun hansı halı daha dəyərli olur? Onun ən qısa zamanda yerinə yetəni. Ona görə futbolda da bu sərt mübarizələrdən tutmuş o estetik arzulara qədər mənə gəlir ki, çox insani və həyati xəttlər var, kəsişmələr var. Futbolun özünə həmçinin bəzən ən önəmli məqamda geri düşmələr olurdu, amma comeback eləyirdi. Yəni bəzən hətta çox uzun bir ara məsafə yaranırdı, məsələn 4 topluq, 5 topluq. Amma comeback eləyirdi və o an həm onun o qalibiyyət əzmi adama daha belə ləzzət eləyirdi, həm də yəni bir növ artıq necə deyim, həyatın yəni əsl mübarizə olduğunu, yəni ruhdan düşməmək. Xüsusən uşaqlara ən çox bunu deyirdim ki, yəni həyatda da irəlidə daha belə çətin olacaq. Həyat bir qədər motivasiyadan salmayacaq şəkildə realist olmağa çalışırdım ki, yəni həyat irəliyə doğru getdikcə, xüsusən bizdəki ümumi hal-hazırki sosial vəziyyət nəzərə alsaq, yəni irəliyə doğru, yaxşıya doğru getmir, əksinə pisə doğru gedir və həm də çətinliyə doğru, daha doğrusu çətinləşəcək getdikcə və burada artıq indidən hazırlaşmalıyıq, özümüzü həyata hazırlamalıyıq. Necə ki, həm də müasir təhsil proqramı, kurikulumun əsası da budur, həyata hazırlamaq. Yəni biraz futbolda həmçinin o kurikulumu həyata keçirmək vasitəsində istifadə etməyə çalışırdım. Futbolun artıq bir qayda olaraq estetikadan uzaqlaşdığı müzakirə edilir və baş məşqçi klubları var artıq. Deyək ki, Klopp və Guardioladan sonra da belə bir ənənə bərkidir. Mən bir izləyici kimi də soruşmaq istəyirəm sənə. Çünki ola bilər dünya çempionatı izləmirsən, amma Premyer Liqa və yaxud da major oyunlar diqqətindən qaçmır. Maraqlıdır ki, bu modern futbolda, ya da postmodern futbolda sənin məsələn narahat edən nələr olur? Ya da məsələn VAR-ın bu qədər futbolun içinə qarışması, bu qədər kəsişmələrin, xəttləri, talihləri dəyişməsi? Açıq deyim, özüm ara sıra baxdıqda əvvəlki o təbii oyun və xüsusən belə daha canlı, dinamik oyun sanki qalmayıb, bir izləyici kimi, azarkeş kimi. Belə bu yaxınlarda amma elə bu mövzuya dair bir araşdırma eləyəndə bir məqalə qarşıma çıxdı ki, məsələn VAR-ın bu VAR sistemini tətbiq edəcək toplarda tiplərin olması məqamı futbolu bir qədər belə həyəcandan azaldır, adi insani həyəcanı. Çünki VAR-da qol vurularkən biz adətən ani emosional hisslər yaşayırıq. Sevinc duyğusu, bir qədər əvvəl sənin qeyd elədiyin o ani olduğunda istəklər reallaşdıqda bu daha dəyərli, daha sanki həzverici olur. Amma VAR bunu müəyyən qədər azaldır. Yəni biz gözləyirik ki, görəsən qol olacaq yoxsa. Düzdür, mən düşünürəm bunun əksini də düşünmək olar ki, əksinə həyəcanı biraz artırır, daha belə gərgin halda saxlayır. Yəni bu sistemlər bir qədər əslində ədaləti təmin eləmə baxımından bəlkə yaxşıdır, lakin mütləq ədalət problemi də yaradır. Məsələn, elə bu dünya çempionatında ümumi belə maraqlanıram, baxmasam da, bildiyim qədər Portuqaliya-Xorvatiya oyununda son dəqiqələrdə Xorvatiyanın bərabərlik qolu olub, amma orada millimetrə söhbəti olub deyə offside qərarı qəbul edib topa toxunma tip, yəni saçına mı, yəni necəsə millimetrlik bir məsələ. Yəni bu artıq həm də insani şeydən ayırır və burada elə Camus'un da maraqlı yenə yanaşması yadıma düşür ki, məsələn o deyir ki, futbol həyatın özündən daha dürüstdür. Yəni futbolda hər şey tam təbiidir, hisslər, duyğular tam təbiidir. Camus eyni zamanda bunu rəqabət mühiti baxımından da şey eləyirdi. Həm rəqabət, həm kollektiv dəyər. Yəni öz oynadığım oyunlarda da bunu məsələn görürdüm. Orada
həm rəqabət, mübarizə, amma həm də qarşılıqlı anlaşma anı yaşama bu baxımdan dəyərli idi. Və yəni o Camus'un dediyi bir növ insan faktoru, yəni insan olan yerdə səhv olmalıdır. Amma bu var və sair bu mütləq bir ədalət sistemi tətbiq etmək bir növ insani şeydən də ayırır sanki. Gələ başlayaq İtaliyanın formasından. Mən yaxşı İtaliya azarkeşiyəm, amma uzun zamandır İtaliyan mundiallara həsrətdir öz güc bəsərliyinə görə. Və xüsusilə formasını görəndə üstündə çox sevindim. Belə kədərləndim də ki, İtaliyan yeri məlum, nəsə eləmək olardı. Bilirsən də İtaliyada mundial turnir komandasıdır. Yəni çox gözə gəlimli futbol oynamasalar da şey olur, nəticə ala bilirlər günün sonunda. Ona görə bu formana gəldiyinə görə təşəkkür etmək istəyirəm. Başda elə mən də. Nədir sənin İtaliya ilə bağlı fikirlərin? Var azarkeşliyi yoxsa Bəli, İtaliyanı çox sevirəm. İtalyan mədəniyyətini də çox sevirəm ümumən. Yəni Rönesans elə mədəniyyətindən olsun və ümumən yəni İtaliya ilə mənim bağlılığım həm də bir qədər uşaqlıqdan formalaşıb. İlk elə izlədiyim dünya çempionatı oyunu 2006-nın finalı olub, sadəcə finalı. Çünki mən həmin anlarda futbola baxmırdım, amma təsadüf nəticəsində belə əmimgildə idim və orada hal-hazırda həyatda olmayan əmimoğlu onunla yəni izləyirdi. Və mən tanımırdım komandaları. Sadəcə məndən soruşdu ki, haranı istəyirsən və mən də formasına görə İtaliyanı dedim və qalib olandan sonra birlikdə sevinmişdik. İlk izlədiyim yəni dünya çempionatı idi. İlk yəni futbolla ilk bağlılığım ondan formalaşdı belə deyək. Yəni İtaliya ilə həm də mənim bir nostalji hisslər bağlı. Mənim də o final gecəsinə dair xatirəm var. Mən nənəmin yanındaydım və oyun penaltilərə getdi və səhərə yaxın idi artıq və Grosso yaxınlaşdı. Son penaltini dəqiq yerinə yetirdi və İtaliya çempion oldu. Çox xoşbəxt hiss eləmişdim o gecə özümü. Mənim üçün də çox maraqlı mədəniyyət və komandadır dediyim kimi. İstəyərdim biraz da futbolun ictimai, siyasi tərəflərini də müzakirə edək səndən ki, bir düşüncə adamı kimi futbol hara gedir, ümumiyyətlə, tarixlə münasibəti nədir? Futbol bizə nə vəd edir? Açığı, futbolun artıq bir çox şey kimi bir qədər totalitar idarə etmə vasitəsinə çevrilməsi ehtimalları böyüdü. Yəni hal-hazırda da müəyyən qədər var və getdikcə daha da böyüdü. Xüsusən yəni Orwell barədə desək, tam totalitar nəzarət bir vasitəsinə. Məsələn, süni intellektlə, xüsusən bu karantin dövründə süni intellektlə azarkeş dəstəyi yaratmışlar. Yəni bu da onu göstərdi ki, insani bir hisslərin, duyğuların, reaksiyaların yerini süni intellekt yəni hər sahədə almağa doğru gedir. Yəni bu baxımdan təhlükəlidir və eyni zamanda bu siyasi fəlsəfədə bir çoxların Chomsky'nin də nəzəriyyəsində var. Yəni kütləvi razılıq əldə etmək, belə də insanları mövcud sosial problemlərdən, siyasi, iqtisadi və sair problemlərdən uzaqlaşdırıb, tənqidi təfəkkürlərini dırnaqarası, yəni analitik təfəkkür formalaşdırırlar. Məsələn, insanlar mövcud siyasi, iqtisadi problemləri yox, hansısa bir hakimin qərarını həftələrlə müzakirə edə bilirlər. Bir məşhurun dediyi kimi bakal sıxa bilirlər bir-birinin başına. Necə mümkünsə bilmirəm, amma yəni hər halda belə bir problemlər var, yaradır. Və yəni ümumi siyasi fəlsəfədə bir çox belə yanaşmalar var ki, yəni dırnaqarası analitik təfəkkür formalaşdırır. Yəni futbolun bu cür təhlükəli tərəfi var, amma bir qədər əvvəl də qeyd etdiyim kimi, yəni əl şəriəti var desək, eyni zamanda futbol həm də tam əks reaksiya formalaşdıra da bilir. Məsələn, biz bunu elə ümumi siyasi münaqişələr fonunda görürük. Tutaq ki, Fələstin münaqişəsinə dəstək baxımından. Məsələn, Celtic'in, eləcə də PSG-nin, Qalatasarayın azarkeşləri müəyyən qədər etiraz pankartları açırdılar. Yəni bu baxımdan da müəyyən bir şey formalaşdıra bilir. Xüsusən bəzi klublar orada prinsipialdılar. Məsələn, Celtic-lə Feyenoord, belə deyə orada derbi məsələsində də prinsipialdılar. Celtic həmçinin bəli, Celtic-in özünün işçi sinifindən gəlməsi baxımından Fələstindən, yəni əzilənlərə tərəf sol yanaşma burada təbii ki daha çoxdur. Amma Glasgow tam əksi İsrail tərəfdarıdır. Eləcə də Ajax Yəhudi kökənli olduğu üçün, xüsusən 2-ci Dünya müharibəsi ərəfəsində Yəhudilərin yəni ora köç etməsi və orada müəyyən qədər qalması onlara şərait yəni yaradılması. Həmçinin bununla bağlı maraqlıdır ki, Hitler həmin dövrdə Rotterdama zərbələr endirir, amma Amsterdama sırf belə deyək
daha doğrusu üzr istəyirəm, müttəfiqlər səhv eləmirəmsə Rotterdama zərbələr endirir, amma Amsterdama sırf sənət həm də camiəsi olduğu üçün zərbələr endirilmir. Ajax heç vaxt işçi sinifinin yanında olmur da. Yəni təbii ki, Mən Amsterdamda işçi sinifi də məncə çox belə. Bəli, Rotterdam sırf işçi sinifi kimi tanınır. Hətta orada maraqlı bir paralel. Yaranma tarixi ilə oyuna bağlıdır. Bəli, maraqlı paralel yaparlar ki, Rotterdamlılar, Feyenoordlular, Ajaxlıları daha çox buna görə tənqid edir ki, siz sənət səfət tayfasısınız, amma biz işçi, biz əzmkarlıq ortaya qoyuruq, həm də fiziki qüvvə və s. bu baxımdan. Küçələr bizimdir, Niqa. Bəli. Küçələrdən gəlirlər. Bununla bağlı, yəni futbolun özü həm də əksinə bir sosial etiraz dalğası da yarada bilir. Yəni azarkeşlərin indi təbii ki, bizdə görmədiyimiz bir şeydir. Bizdə ümumiyyətlə bu baxımdan tamam apolitik bir mövqe var, amma ən azından Avropada bunun tam əksi, yəni futbol həm də bir etiraz dalğası formalaşdıra bilir. Digər tərəfdən futbol hər zaman siyasətin də aləti olub. Yəni məsələn elə Mussolini dövrü İtaliyası 30-cu illər, orada çox maraqlı məqamlar var. Məsələn, Mussolini əslində belə deyək, faşist elementləri gücləndirmək üçün Roma klubunu yaradır 27-ci ildə. Amma çox maraqlı bir məqam var ki, Lazio'nun rəhbəri olan faşist general, adı hal-hazırda yadımda deyil, o tabe olmur bu qərara və mərkəzləşdirilmiş faşist bir element yaradılmasını istəmir. Amma çox qəribədir ki, hal-hazırda Lazio daha çox faşist elementlərlə belə deyək bilinir. Xüsusən də Di Canio idi, səhv eləmirəmsə, faşist salamı vermişdi bir dəfə. Yəni əslində Lazio həmin vaxt müəyyən qədər faşizmə Qaradərili futbolçular bir müddətə qədər Lazio'da futbol bəli, yəni ksenofob münasibətlər təbii ki, daha çox olub. Amma Roma tam tərsi hal-hazırda daha çox sol yönümlü işçi sinifini təmsil edən bir qüvvə halına gəlib və təbii ki, iki ardıcıl belə şübhəli dünya çempionluğu İtaliyanın, yəni bir qədər müəyyən qədər belə deyək qara ləkədir təəssüf ki, İtaliya tarix baxımından, amma bu yəni siyasi hadisələrin, yəni insan faktoru roludur. Çünki yəni belə siyasi rejimlər hər zaman burada müəyyən rol oynayır. Tam tərsi idarəetmə dəyişdikdə tam tərsi nümunələr olur. Məsələn, bugünkü İspaniya nümunəsində İspaniyadakı rejimin belə Fələstin münaqişəsinə dəstəyi və s. bu baxımdan İspaniyaya daha çox simpatiya formalaşdırır. Və yaxud da indi insan faktorları Guardiola, Klopp nümunəsində yəni həmçinin buna uyğun olaraq Barselona nümunəsi. Məsələn, Barselona, Kataloniya özü baskılara məruz qalıb və baskıya qarşı bir ictimai hərəkat formalaşdırır. Amma eyni zamanda təəssüflər olsun ki, Barselonanın bir çox üzvü, başda Lionel Messi olmaqla tam tərsi zülmkarlara biət edən çıxışları ilə məşhur deyil. Barselona komandasının bütövlüyü də özdə bu mənə yəni xaraktersiz adamdır. Bəli, gördükdə bu məni təəccübləndirmişdi. Təbii ki, Messi bəli, xaraktersiz, prinsipialsız, red line anlayışı olmayan. Bu arada bunu da deyim ki, temasını unutmayın. ölkədə də bir çox hətta dissident sayılan insanların bəzən Messi fanatlığını görəndə mənə qəribə gəlir. Yəni okey, yəni peşəkar karyera başqa məsələ, oyununa görə dəyərləndirmə təbii ki, adamın çox böyük istedadı var. Yox, bu proqramda sırf oyunundan danışırıq elə və yəni xarakterik cəhətləri də çox. Bəli, amma çünki futbolçu da necəsə fərqindəlik yarada bilər. Təbii ki, yəni insani baxımdan, yəni rol model nümunəsi. Həm də ümumiyyətlə fanatlıq məncə insanın özünə dəyərsizliyinin bir göstəricisi. Heç kimin fanat olmaq lazım deyil. Heç bir ideologiya, heç bir nəsnəni. Yəni insan bir şeyi ideallaşdıranda, Allahlaşdıranda artıq özünü dəyərdən salır, onu yəni özündən yüksəyə qoyur. Yəni təəssüf olsun ki, futbol azarkeşlərinin böyük əksəriyyətində yəni heç nə yox, cəmaət orada pulun qazanır, amma bunlar bir-birini söyür, yəni təhqir edir. Yəni bu hər halda Günel Mövlud demişkən 22 kişi bir topun arxasında. Bu əslində elə bayaq qeyd etdiyimiz simulasiya nəzəriyyəsinə də uyğundur ki, yəni həmçinin Chomsky'nin nəzəriyyəsinə də uyğundur ki, dırnaqarası analitik təfəkkür formalaşdırır sanki, amma halbuki tam əksi. Xüsusən məsələn, bu arada Umberto Eco'nun da buna dair mənfi münasibəti elə Günel Mövluda uyğun mənfi münasibəti var ki, futbol insanları kütləşdirir. Amma Camus bunun tam tərsini bildirir ki, yəni meydanda olduqda tam tərsi, futbol insanı azad ruhlu eləyir. Yəni həyatla iç-içə eləyir, həyatla əlaqəsinə görə. Amma Umberto Eco daha çox Camus belə deyir, real futbolu yaşayan bir insan kimi yanaşır, amma Eko daha çox qıraqdan sosial tənqidçi mövqeyini, izləyici mövqeyindən yəni yanaşır. Bu baxımdan yəni hər ikisinin ortaq haqlı olduğu məqamlar var. Camus deyir ki, futbol teatrdan daha maraqlıdır.
Bəli, bəli. Elə maraqlı məqamdır ki, son vaxtlar futbolu da teatrlaşdırırlar sanki. Teatral bir səssizlik yaratmağa, məsələn, pankartların uzun olmaması, bunu da təbii ki, reklam siyasətinin qarşısını aldığı üçün, yəni böyük pankartlar açmağa qadağa qoyulub bir neçə buna bağlı da Guardianın Yəni sosial mesaj, siyasi mesaj verilməsi. Buna bağlı araşdırmalar vardı ki, yəni kommersiya siyasətinə qarşı gəldiyi üçün böyük pankartlara icazə vermirlər, eləcə də yandırırlar. Məşalə. Bəli, məşəllərin eyni zamanda yandırılması və s. bu tip hallara xuliqanlıq əlaməti kimi bürüzə verirlər. Həmçinin ayaqüstü oturacaqların bir müddət qadağan edilməsi, xüsusən də Hillsborough məşhur faciəsindən sonra. Amma sonradan məhz azarkeşlərin orada maraqlı məqamdır ki, azarkeşlərin kütləvi etirazından sonra bu qərarı yumşatmağa məcbur oldular. Yəni orada çünki polisin səriştəsizliyi ucbatından daha çox baş verməsi faktı da vardı. Amma bunu yox, məhz belə deyək, azarkeşlərin üzərinə, yəni qurbanı günahlandırma sindromu bir növ yaratdılar. Və sonradan ümumi etirazlar sayəsində bu qərar yumşaldıldı və hələ də Almaniya tipli nümunələrdə yəni ayaqüstü oturacaqlar qalır və bu da daha çox futbolu daha rahat yaşamaq baxımından. Həmçinin buna bağlı maraqlı bir məqam qeyd edeyim ki, Manchester Unitedin oyunçusu dəqiqətində deyil hansı idi, bir dəfə bildirmişdi ki, belə deyək, bizi daha çox sevən, dəstəkləyənlər əslində aşağı təbəqə nümayəndələrdir. Onlar çılğıncasına etiraz edir, amma sendviçini yeyən, hətta buna sendviç belə problemi adlandırmışdı, səhv eləmirəmsə, sendviçini yeyən varlı təbəqə isə sakitcə durub baxır, sanki teatr izləməyə gəlib, amma futbol, yəni belə deyil, futbol çılğın, üsyankar bir oyundur. Yəni bizi dəstəkləyən, əsl sevənlər elə aşağı təbəqələrdir. Bundan başqa, məsələn, son illərdə yaranan bir çox skandallar, məsələn, 2021-ci ildə səhv eləmirəmsə Avropa Liqası, top Avropa Liqası yaratmaq istəyirdilər, ancaq və ancaq yüksək klubların iştirakı ilə keçiriləcək. Florentino Perezin arzusuydu bu. Bəli, və bir çox UEFA ilə verildi. azarkeşlərin buna etirazı nəticəsində bu qərar ləğv edildi. Yəni bu da əslində gördüyümüz kimi futbol belə cəmiyyətində tənqidi təfəkkürün, etiraz ruhunun olmasına maraqlı bir nümunədir. Və yaxud da Almaniyada 50+1 qərarı, yəni bildiyimiz kimi 51% azarkeşlərə məxsusdur. Klubları yəni tam şəkildə almaq mümkün deyil. Yəni bu da hələ də azarkeşlərin nə dərəcədə belə tənqidi, etirazçı ruhunun hələ də qaldığının bir göstəricisidir və yaxud da Manchester Unitedin sahibi Amerikalılar. bəli və klub aldıqdan sonra təbii ki Glazerlər idi də, hə? Bəli, Glazer və klub aldıqdan sonra borclanma, həddən artıq borc formalaşdı. Buna görə də etiraz olaraq United of Manchester komandasını ayrıca yaratdılar. Yəni azarkeşlər belə öz klubuna, kimliyinə, əsl kimliyinə sahib çıxma nümunəsi baxımından maraqlı örnəkdir. Yəni müasir dövrdə kommersiyalaşan futboldan hələ də az da olsa kənar azarkeş belə deyə etirazı qalır. Məsələn, bir çox azarkeş var ki, retro formalara daha çox üstünlük verir. Yəni müasir formalar yox, retro formalarla. İndi bu da bilmirəm, kapitalizmin müəyyən qədər bəlkə qazancıdır, amma ən azından yəni müəyyən reaksiyalar var. Düz istəyirsən 51%, yoxsa 1%? 50+1 dedim, ola bilər tez dedim. 51 olurdu. 1% azarkeşlər. 1% azarkeşlərin. Ciddisən? Mən oxuduğumda 51 idi axı. Məncə də. Yo, 50+1 odur ki, faiz olaraq məsələn sən 50%-ni satırsansa, o şimdi nə satırsansa 1% klubun azarkeşindir. Əslində 51+1 dedim səhv eləmirəmsə, amma əndə 51 çıxıb o, bu Red Bull söhbətində. Red Bull klubları alıb adını dəyişdirdi, Franşiya Salzburg, Red Bull Salzburg. Almaniyada oynaya bilməyiblər. Çünki 1% azarkeşlərindir, azarkeşlər də hissəsini satmır. Hə, ola bilər. Mən amma klubun adını dəyişəmir. oxuduğumda 50+1, sonra da qeyd olmuşdu ki 51%. Qanun şey, o 50+1 şeydir o. Qanunun adıydı. 50+1 qanun. Ola bilər, boş heç orada Mən dəqiq məlumatım tənqid eləyərlər də, şey eləyərlər, yazarlar. Söyərlər neyini. Arxiv temalar məndə yaxşıdır. Bosniyada bildiyimiz kimi bir neçə sosial kimlik var. Müsəlman, Serb, Xorvat və müəyyən qədər təbii ki bizimlə də yaxın əlaqəli bir məsələlər olduğu üçün, xüsusən Yugoslaviyanın dağılmasından sonra Bosniya münaqişəsi və orada Srebrenica qətliamı və s. Yəni Bosniyada bir əzilmişlik, belə deyək, sindromu, yəni daha doğrusu əzilmiş kütlə var idi və bu baxımdan futbolun özü Bosniyanın beynəlxalq aləmdə tanınmasına bir vasitə idi. Yəni idman bildiyimiz kimi bu baxımdan bir vasitədir. Hətta bu illəri məsələn İtaliyanı mübarizədən kənarlaşdıranda İtaliya üçün pis oldum, amma Bosniya üçün bir qədər sevindim. Belə məqamlarda qarşıma çıxdı ki, məsələn Bosniyada mətbuat azadlığı indeksi getdikcə azalmaq üzrədir. Həmçinin sosial rifah məsələsi, Avropa
belə ortalamasından aşağı düşməkləri getdikcə bu təbii ki, Avropanın artıq bir çox yerlərində bu problem yaranır. İtaliyanın özündə də getdikcə jurnalistlərə təzyiqlər və s. Amma yəni gördüyüm ki, bu həmçinin elə məhz Chomsky nəzəriyyəsində də uyğun olaraq bir qədər artıq kütləvi hipnoz belə funksiyası daşıdığını, yəni futbolun belə bir kütləşdirmə, yəni belə siyasi aləti olmasına da bir nümunədir təəssüf ki. Bildiyimiz kimi futbol eyni zamanda millətləri bir araya gətirən, yəni bir idman növüdür, amma eyni zamanda tam əksi, yəni mədəniyyətlər arasında qarşıdurma yarada bilmə faktları da var. Məsələn, Argentinada Blanqueamento deyilən bir problem yaranmışdı ki, irqari seçkiliyin ən kəskin formalarından biridir. Qaradərililərin Argentinada xoş qarşılanmamasına dair. Hətta bu günlərdə də deyəsən bu problemlər bir qədər qabardılmışdı. Və eyni zamanda 78-ci il Dünya çempionatı, Argentinanın qalib olduğu Dünya çempionatı o diktaturanın qələbəsi kimi təqdim edilir. Belə ki, ölkədə olan diktatura və bir çox sosial problemləri yatırışdırmaq üçün Argentinada keçirilməsi dünya çempionatının və Argentinanın qələbəsi xalqda belə bir tiryək funksiyası yaratdı və o xalqın bir çox etiraz şeyi tam əksi euforiya ilə əvəzləndi. Hətta bildiyim qədərilə Johan Cruyff o oyuna qədər çox möhtəşəm performans sərgiləyir, amma sırf final oyununda nədənsə iştirak eləmir. Bu da bir qədər şaibəli, belə deyək, məqam yaratmışdı. Məqam idi. Bro, mən bu sualı demək olar bütün qonaqlarımıza verirəm. Çünki Amerikada keçirilməsi siyasi-ictimai tərəfdən də maraqlı qarşılandı və eyni zamanda skandallarla da yadda qaldı. Necə baxırsan qitənin o tərəfində, futbola da münasibətlərini aşağı yuxarı bilirsən? Bəli. Yəni dəxilsiz bir yerdə keçirildi məncə. Ən azından Meksika bəlkə okey, amma Amerika və Kanada. Futbola da soccer deyən yerdə niyə keçirilsin? Kanada, bəli. Bununla bağlı bir dənə tarixdən maraqlı məqam yadıma düşür. Məsələn, 38-də Fransada keçirilib və Fransanın həmin dövr prezidenti Lavron finalda deməli fərqli komandalara qarşılaşır. Səhv eləmirəmsə İtaliya ilə hansısa bir komanda idi, yəni İtaliya qalib gəlmişdi. Və prezident deyir ki, bəs bizimkilər hanı? Harda oynayırlar? Yanında köməkçi deyir ki, bütün azarkeşlər bizimkilərdirlər. Yəni meydan dolan bütün insanlar işləri bizimkilərdir. Həll eləmiş. Amma bir növ Lavron Trumpla yəqin ki, müqayisə eləmək olardı. Yəni bu möhtəşəm nitq, möhtəşəm Trump, çıxışlar. bəli, Infantinoya zəng vuraraq əlaqələri ortaya qoyaraq. Məsələn, Amerikalı futbolçu Balagunun qırmızı kartını bilirsən ki, ləğv etdi. Baxımdan da Mussolini ilə də müqayisə edilə bilər. Elə Mussolini də, yəni hakimləri alması bir qədər əvvəl bəhs eləmişdi. Yəni görünən budur ki, ciddi bir dəyişiklik yoxdur. İdarə etmə adı demokratiya, amma faktik olaraq elə neofaşizm yəqin ki, demək olar. Michael Olise adında futbolçu var. Fransa milli komandasında oynayır. Eyni zamanda Bayern Münxendə. O da öz fotoqrafı viza ala bilməmişdi deyə özünə yeni bir fotoqraf tutmadı və həmin fotoqraf kilometrlərcə uzaqda televiziyada şəklini çəkir Olisenin və Olise onun ekrandan çəkdiyi belə amatör görünən fotoları paylaşır və onun özü belə biraz maraqlı qatdı ki, bir xarakter qoyur. Adam təzə bir fotoqraf tapa bilərdi, amma bəli, bu baxımdan əslində yəni Messinin bir növ gözünə su verməsi gərəkir yəni o vəziyyətdə. Yəni əslində bəli, məncə elə insanın yəni öz xarakteri xüsusiyyəti, yəni özünə məxsusluğu burada meydana çıxır. Yəni mövcud gücə qarşı hansı reaksiyanı verirsən. Yəni insanın kimliyi məncə xüsusən insanı heyvani ilkin təbiətindən ayıran xüsusiyyəti məncə onun dirənişi, mübarizəsidir. Yəni maksimum dərəcədə yəni öz çapında bacardığı mübarizədir. Bu həmçinin mənim öz ixtisasımla da əlaqədar olaraq bir qədər estetika, poeziya baxımından da əhəmiyyətlidir. Hətta məşhur bir İtalyan jurnalist var, o özü dünya çempionatlarının birində dəqiq yadımda deyil, Braziliyaya finalda səhv eləmirəmsə 4-1 məğlub olan İtaliyanın oyunu izlədikdən sonra bildirir ki, bizim futbolumuz sərt disiplin üzərində qurulub, hərbi nizam-intizam üzərində qurulub, fiziki gücə daha çox önəm verilir. Amma Braziliyanın oyunu bir samba kimi, həmçinin bir capoeira kimi bir qədər poetikdir. Belə ki, bizim oyun nəsirdir, prozadır, yəni düz xətti irəliləyir. Amma Braziliyanın oyunu poetikdir, yəni poeziyada da bildiyimiz kimi konkret bir sərhədi yoxdur. Qafiyələrin quruluşu, yəni ritmik, dəyişkən, daimi və Braziliyalı oyunçular özlərinin bədənlərini o samba, yəni onlar xüsusən uşaqlıqdan belə kasıb məhəllələrdə böyüdüyü üçün rahat hərəkət elətdirirlər və poetikdir, yəni misralar kimi, bəli, elastik.
və samba özlüyündə bir poetik ruha malikdir və sonradan bildiyimiz kimi Garnica, Pepe, xüsusən də Masterdə Ronaldinho'nun oyunu buna barizmlədir və bildirir ki, qarşısındakını yəni çaşdırır, bilmir konkret olaraq, yəni qafiyələndirir və qarşısındakını çaşdırır. Konkret olaraq bəli, qarşısındakı hansı reaksiya verəcəyini bilmir. Bu baxımdan həm də çox maraqlı ki, özünü tənqidə dair çox gözəl bir nümunədir və bildirir ki, bizim İtalyan futbolu çox qurudur, standartdır, hərbi disiplinə əsaslanır. Futbolun eyni zamanda tarixi baxımdan milli kimliyi ilə də əlaqəsi çox güclüdür. Məsələn, bugün Celtic Glasgow nümunəsi ilə çox maraqlı bir məqam var. Şotlandiyada bu iki komandanın derbisi zamanı Şotland bayrağı asılmır. Bir tərəf Celtic İrlandiya bayrağı asır, Glasgow isə Britaniya. Çünki Glasgow daha çox kral yönümlüdür, yəni kraliyyətə bağlıdır və Britaniya daxilində olmağı tərəfdardılar. Amma Celtic isə İrlandiya müstəqilliyinə tərəfdardır və burada katolik, protestant əlaqələri də güclüdür. Yəni əslində futbol həm də müasir din şeyinə çox maraqlı bir örnəkdir. Yəni din savaşları kimi futbolla bir yəni daxili rəqabət, hətta konkret savaşdır. Çünki bir çox xuliqanlıq faktları olub, hətta bir müddət Glasgowlar protestant olduğu üçün katolik oyunçu ümumiyyətlə qəbul eləmirdilər. Bildirdilər ki, bizdə katolik oyunçu ola bilməz, amma sonradan idarəetmə dəyişdi və bildirdilər ki, bu komandanı geri salır. Məhz idarəetmənin dəyişməsi nəticəsində də ard-arda çempionluqlar gəlir. Hətta Ferguson ilk Glasgowda məşqçi olarkən ona sual verirlər ki, həyat yoldaşınız katolikdir yoxsa protestant? Məhz özü protestant olsa da həyat yoldaşı katolik olduğu üçün davam eləyə bilmir məşqçinin. Yəni belə bir məqamlar da var. Özü də müasir dövrdə, yəni Avropanın belə deyək, hətta demokratikləşdiyi bir dövrdə bu problemlər qalıb və Celtic də işçi sinifini təmsil eləyir. Amma Glasgow əksinə belə deyək, üst sinifi təmsil edir. Bu baxımdan da siniflər arası mübarizə baxımından da yəni futbol üçün çox maraqlı bir nümunədir. Bir tərəf kraliçaya bağlıdır, o bir bəli. Hətta yəni çox maraqlı deyir, orada Şotlandiya bayrağı açılmır ümumiyyətlə. Biri İrlandiya, biri ancaq Britaniya bayrağı açılır. Amma bu bir də bir məqam var ki, nə qədər düşmən olsalar da, bu məşhur bir məqamda Dortmund Bavariya tandemində də olub. Dortmund aşağı liqaya düşəndə Bavariya onu qurtarıb mali cəhətdən. Çünki düşmən olmasa, rəqib olmasa bu bir tərəfində bir mənası qalmır. Yəni eləcə də Glasgow bildiyimiz kimi. Burada maraqlı bir məqam var ki, Glasgow-nun əslində əvvəllər borcu daha çox olub, amma mövcud hakimiyyətlə əlaqələrinə görə o göz yumulub o borca. Lakin bir müddət sonra artıq yəni göz yumulmayacaq dərəcəyə çatandan sonra bəli aşağı liqaya düşülür və o məqamda da Celticlilər bildirir ki, əslində düşməsi bizə sərf etmir. Çünki rəqabət olmur ortada. Bu da yəni həyatla futbolun nə dərəcədə oxşar olduğunu, yəni çünki həyatın da əsası güc mübarizəsindən başqa bir şey deyil.